Rəqqasə Fatimə Fətəliyeva qızı Aydanla istirahətə yollanıb. Sənətçi Misirdə dincəlir. Aprelin 9-da təmtəraqlı ad günü etməyə hazırlaşan Fatimə istirahət fotolarını izləyiciləri ilə bölüşüb. Xalq artisti Natiq Şirinov ailəsi ilə birgə Türkiyənin Diyarbakır şəhərinə tətilə yollanıb. Sənətkar orada qızı Sevil və kürəkəni Semihlə bir araya gəlib. Həmin anları Sevil Instagram səhifəsində izləyiciləri ilə bölüşüb. Diqqət çəkən məqam fotolarda Natiq Şirinovun xanımının, oğlu Ümidin, gəlini xalq artisti Alim Qasımovun nəvəsi Fatimənin yer alması olub.